Salam. Buraxılış imtahanına kömək rubrikasında izahları davam edirik. Feil mövzusunda çətinlik yaradan, feil bəhsində çətinlik yaradan mövzulardan biri ır və ar şəkilçilərinin funksiyası ilə əlaqəli deməli meydana çıxan bəzi dolaşıqlıqlardır və bununla əlaqəli deməli, bəzi məsələlərə diqqəti cəlb edək. Birinci, yadda saxlamaq lazımdır ki, ır və ar leksik və qrammatik olaraq anonim şəkilçidirlər feildə. Bunların iki yoxlanma qaydası var. Ya mak şəkilçisini artırmaqla yoxlayırıq. Əgər bu şəkilçilər mak şəkilçisi ilə, mak, mək, məsdər şəkilçilərlə işlənə bilirsə, onda leksik şəkilçi olur. İşlənə bilmirsə, qrammatik şəkilçi olur. İkinci yoxlama isə sualda ifadə olunmasıdır. Sözə sual verərkən bu şəkilçilər əgər sualda ifadə olunursa, suala qoşulursa, qrammatik şəkilçi olur. Sualda ifadə olunmursa, leksik şəkilçi olur. Və buradan hansı fərqlər meydana gəlir? Əgər bu qrammatik şəkilçidirsə, yəni o heç vaxt deməli ikinci bir funksiya daşımayacaq. Belə deyək, əgər makla işlənə bilmirsə və yaxud suala qoşulubsa, deməli artıq o yalnız qrammatik şəkilçidir, yalnız zaman şəklidir və belə zaman şəkilçisidir və yalnız bir şəkili, xəbər şəklini formalaşdıra bilər. Əgər mak şəkilçisindən işlənə bilirsə və ya sualda ifadə olunmayıbsa, deməli bu şəkilçilər leksik şəkilçilərdir və leksik şəkilçi olanda artıq o şəkil yaratmır, yəni feil qrammatik şəkilçisiz olur və olur əmr şəklində. Yəni bununla əlaqəli bir çox fərqlər meydana çıxır. İndi bunlara konkret nümunələr üzərində baxaq. Amma bu nümunələrlə işləyəndə birinci addım mak şəkilçisinin artırılıb bilməməsidir. Bu ümumi nəticəni nəyə də qoyur ortada? Əgər mak şəkilçisi artırıla bilərsə sözdəki şəkilçiliyə, onda biz onu iki şəkildə başa düşə bilərik. İki şəkildə düşünülə bilər bu feil. Həm qrammatik, həm leksik şəkilçilik kimi. Yox, əgər mak şəkilçisi artıra bilmiriksə bu şəkilçilərə, o yalnız qrammatik kimi düşünülə bilər. Yəni orada ikililik artıq olmayacaq. Ona görə ilk növbədə biz bu araşdırmanı aparırıq və sonra növbəti araşdırmalara keçirik. Birinci nümunə, şagird yazır. Yazır sözündə ır şəkilçisi var və biz bunu makla yoxlayaq, görək ki, mak şəkilçisindən işlənə bilər, yoxsa yox. Yazır mak işlənmədi. Yəni biz buna mak şəkilçisini qoşa bilmədik və qoşa bilmədiksə, deməli artıq bu yalnız qrammatik şəkilçidir və yalnız zaman şəkilçisidir və heç vaxt ikili başqa bir funksiyada özünü göstərə bilməz. İkinci nümunəyə baxırıq. At qaçır. Yenə ırı makla yoxlayırıq. Qaçırmaq. Bu makla işləndi. Əgər bu makla işləndisə, deməli bu ır şəkilçisi təhlikdə sözdə, cümlə daxilində yox, kontekstdə yox. Təhlikdə leksik şəkilçi kimi də başa düşülə bilər, qrammatik şəkilçi kimi də başa düşülə bilər. İndi konkret olaraq nümunənin içindədir deyə, kontekstdə biz bunun leksik yoxsa qrammatik olduğunu yoxlamaq üçün sözə sual veririk. At qaçır. Nə edir? Nə edir sualında ir var. Yəni şəkilçi sualda ifadə olundu. Əgər sualda ifadə olundursa, deməli bu ir şəkilçisi oldu qrammatik. Və qrammatik şəkilçidirsə, bu deməli yenə oldu zaman şəkilçisi və feil olacaq xəbər şəklində. Bu zaman sözün tərkibi deməli kök və qrammatik şəkilçi olacaq. Kök və qrammatik şəkilçi olacaq və söz sadədir. İlk şəkilçi zaman şəkilçisidir deyə xəbər şəklindədir.
quruluşca dedik, sadə olduğunu dedik və xəbər şəklindədir və deməli ancaq zaman şəkilçisi kimi çıxış edib bu nümunədə. Üçüncü nümunəyə baxırıq. Atı qaçır. Yenə qaçırmaq makla işlənə bilir deyə biz indi mətn daxilində sual veririk ona. Atı qaçır. Nə et? Nə et sualında ır şəkilçisi ifadə olunmayıb. Olunmayıbsa, deməli bu ır leksik şəkilçidir və sözün tərkibi kök leksik şəkilçidən ibarətdir. Bu demək ki, artıq söz düzəltmədir. Və bu sözdə qrammatik şəkilçi yoxdur. Əgər qrammatik şəkilçi yoxdursa, bu artıq ikinci şəxsdədir. Atı qaçır sən və heç bir qrammatik şəkilçisi olmayan feil əmr şəklində olur. Bu olacaq əmr şəklində. Deməli, fərqlərə baxırıq. İkinci nümunədəki qaçır sözü sadədir, xəbər şəklindədir. Üçüncü nümunədəki qaçır sözü isə düzəltmədir və əmr şəklindədir. Deməli, burada həm əmr fərqi yarandı, belə şəkil fərqi yarandı. Birinci xəbər, ikinci əmr. Həm quruluş fərqi yarandı, deməli, həm də başlanğıc formada fərq yarandı. Birincidə başlanğıc forma qaçdı, ikincidə isə qaçır bütövlükdə başlanğıc formadır. Və amonimlik olmayacaq, çünki qrammatik şəkilçi hesabına yaranan oxşarlıqdır. Və yenə dediyimiz kimi, sözün sonunda ancaq ır və yaxud ar şəkilçisi də eyni funksiyaları daşıyır deyə ona əlavə nümunə vermədik. Yəni, eyni araşdırma ar şəkilçili feillərdə də aparılır və əgər bunlar onlardan sonra heç bir şəkilçi yoxdursa, deməli, bunlarda iki şəkil başa düşülə bilər, iki şəkildə başa düşülə bilər təklikdə verilən sözdə. Onu həm əmr şəkli kimi, həm də xəbər şəkli kimi başa düşmək olar. Məsələn, qopar. Qopar sözün biz birbaşa deyə bilmərik ki, xəbər şəklidir, yoxsa əmr şəklidir. Sadəcə hökm veriləcək ki, iki şəkildə başa düşmək olar. Quruluşa görə həm sadə, həm düzəltmə söz kimi başa düşmək olar və həm qrammatik, həm leksik şəkilçili söz kimi başa düşmək olar. Mətn daxilində isə konkretləşəcək. Məsələn, külək əsəndə toz qopar. Sualını veririk, nə edər? Buradakı ar artıq oldu qrammatik şəkilçi və feil oldu xəbər şəklində. Çünki ar orada zaman şəkilçisi funksiyasını yerinə yetirir. Yarpağı ağacdan qopar. Nə et? Buradakı ar suala qoşulmadı və oldu leksik şəkilçi, feil oldu əmr şəklində, söz oldu quruluşca düzəltmə. Ona görə, deməli, ar və ır şəkilçilərinin funksiyalarına diqqətli olanda, bu bəzən suallar necə düşür testdə, belə deyək, deyir ki, kök qrammatik şəkilçidən ibarət tərkibə görə təhlil. Artıq test işarə eləyirsə ki, kök və qrammatik şəkilçiyə görə tərkib belədirsə, deməli artıq o qrammatik şəkilçi zaman şəkilçisidir və feil xəbər şəklindədir. Yox, test hökm verirsə ki, yəni açar söz verilirsə ki, kök və leksik şəkilçili feil, onda artıq bu əmr şəklində başa düşüləcək. Və bunun da yoxlanması yenə dediyimiz kimi, birinci ilk addım mak şəkilçinin işlənib-işlənə bilməməsidir. İşlənə bilməyənlər heç vaxt bu sualın cavabı ola bilməz. İşlənə bilməyənləri kənarlaşdırırıq və mak şəkilçidən işlənə bilənlər isə həmin bu ikili şərti yerinə yetirərək cavab olacaq.